Zirə Mədəniyyət Mərkəzinin Ekopark ərazisində yerləşən Türk Dünyası rəsm qalereyasında növbəti beynəlxalq sərgi keçirilib. Tədbirdə Türk Dünyası Akademiyasının prezidenti, eyni zamanda idarə heyətinin sədri, xalq rəssamı Sakit Məmmədov, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının baş katibi Sultan Rayev, dövlət qurumlarının nümayəndələri, incəsənət xadimləri və çoxsaylı qonaqlar iştirak ediblər. Türk Dünyasının mədəni əməkdaşlığını nümayiş etdirən bu layihə indiyədək müxtəlif türk dövlətlərində təşkil olunub. Macaristanda sərgimiz oldu, Qırğızstanda, Özbəkistanda oldu dəfələrlə, Türkiyədə oldu. İndi də bugün Azərbaycanda keçirdirik. Kökümüz birdir, dilimiz birdir, dünyamız, mədəniyyətimiz, dinimiz birdir və ona görə bu mədəniyyət daha da bizi yaxınlaşdırır, birləşdirir. Sərgi ziyarətçilərə Türk dünyasının zəngin mədəni dəyərlərini sənətin dili ilə daha yaxından tanımaq imkanı yaradır. Ən çox bəyəndiyim, ən çox xoşladığım əsər Sakit mənim Qarabağnamə əsəridir. O ümumiyyətlə mən hesab edirəm ki, bizim zəfərimizin şərəfinə yaradılan ən gözəl əsərlərdən biridir. Və çox istərdim ki, həmin əsər Azərbaycanın muzeylərində mütləq yerləşsin. Çünki gələcək nəsillər o əsərdə bir çox tarixi süjetləri görə bilərlər. Sonda sərginin təşkilində və incəsənət sahəsində fəallıq göstərən iştirakçılar diplom və medallarla təltif olunublar. Uzun illərdir Fransada fəaliyyət göstərən Azərbaycanlı pianoçu və bəstəkar Etibar Əsədli Bakıda konsert proqramı ilə çıxış edib. Caz, klassik və etnik elementlərin vəhdətində qurulan musiqi axşamı dinləyicilərə fərqli və emosional ab-hava təqdim edib. Musiqiçi yaradıcılığında caz improvizasiyasını şərq musiqisinin, xüsusilə muğamın elementləri ilə birləşdirir. Uşaq yaşlarından Vaqif Mustafazadənin kaseti mənim yadımdan çıxmır. Mən o kasetlə böyümüşəm demək olar. Və təbii ki, bu iki böyük janrın və iki azad janrın, çünki bu muğam da, caz da çox azad janrlardır və bunların birləşməsi məndə həmişə içimdə olub və təsadüfi deyil ki, mən Parisdə təhsil aldım, caz təhsilini. Artıq 12 il keçib üzərindən və çox böyük fəxrlə bu 12 il ərzində demək olar ki, dünyanın 40-dan çox ölkəsində bu caz muğam layihəsini ifa eləmişəm. Konsert proqramında müəllifin bəstələri ilə yanaşı improvizasiya elementləri də yer alıb. Bəs Azərbaycan muğamı ilə cazın vəhdəti Avropa dinləyicisi tərəfindən necə qarşılanır? Avropada çox yaxşı qarşılanır. Mən sizə deyim ki, yəni gözləntilərimin üstündədir. Çünki hər konsertdən bunun marağı artır. Konsertlərin sayı artdıqca mən görürəm ki, marağı artır və bu bizim musiqinin böyüklüyüdür, bu bizim dərin mədəniyyətimizin olduğunun sübutudur. Muğam və cazın harmoniyasına əsaslanan konsert proqramı dinləyicilərdə xoş təəssürat yaradıb.